Bu video təsadüfən qarşına çıxmayıb. Çünki bu tarixdən sonra bəzi bürclərin pul enerjisi açılır. Bəlkə də adın bir azdan çəkiləcək. Bəlkə də uzun zamandır gözlədiyin maddi dönüş məhz indi başlayır. Bu videoda elə bürclər var ki, pul qapıları art-arda açılır. Amma hər kəs bu enerjini düzgün istifadə edə bilməyəcək. Bəziləri fürsəti görəcək, bəziləri isə yanından ötürəcək. Əgər bu videonu sona qədər izləsən, pul axınının haradan gələcəyini anlayacaqsan. Çünki burada deyilənlər sadəcə söz deyil. Bu, enerji dəyişiminin xəbəridir. Əgər bürcünə inanıram deyirsənsə, diqqətlə qulaq as. Əgər inanmırsansa belə, bu video fikrini dəyişə bilər. İndi isə baxaq, bu tarixdən sonra pul enerjisi açılan bürclər hansılardır? Qoç. Bu dövrdə maliyyə mövzuları səni daha çox düşündürəcək. Pul qazanmaq üçün risk almaq istəyi arta bilər. Qarşına çıxan bir təklif ilk baxışda cazibədar görünəcək. Amma hər detalı diqqətlə yoxlamasan itki yaşaya bilərsən. Keçmişdə verdiyin bir qərarın nəticəsi yenidən ortaya çıxa bilər. Borc almaq və ya vermək mövzularında ehtiyatlı ol. Dost çevrəsində pul söhbətləri anlaşılmazlıq yarada bilər. Kiçik xərclər gözündə böyüməsə də yığılanda ciddi təsir edəcək. Əlavə qazanc mənbəyi ilə bağlı fikir yarana bilər. Bu fikir səni həyəcanlandıracaq. Səbr etsən və planlı getsən qazanc əldə edəcəksən. Tələsik addımlar səni yora bilər. Maddi baxımdan güclənmək üçün zaman lazımdır. Şans sənin tərəfindədir, amma ağıl əsas şərtdir. Pul enerjin tədricən yüksəlir. İkinci mərhələdə qazanc sabitləşməyə başlayır. Əldə etdiyin pulu qorumaq önəmli olacaq. Xərclər artmaq istəsə də nəzarət səndədir. Özünə yeni maliyyə məqsədi qoyursan. Bu məqsəd səni motivasiya edir. Qısa müddətli işlərdən gəlir mümkündür. Amma uzun müddətli plan daha faydalıdır. Kimsənin təsiri ilə pul xərcləmək düzgün deyil. Daxili hisslərin sənə yol göstərəcək. Gecikmiş bir ödəniş geri qayıda bilər. Maddi rahatlıq hissi yaranır. Pul enerjisi açıldıqca özgüvən artır. Qərarların daha dəqiq olur. Səbr qazanc gətirir. Bu dövr sənin xeyrinə işləyir. Buğa. Bu tarixdən sonra maddi sabitlik möhkəmlənir. Pul mövzusunda daha güvənli hiss edirsən. Gəlirini artırmaq üçün real addımlar atırsan. Tələsmədən qərar vermək sənə uyğundur. Gözlənilməz xərclər səni qorxutmayacaq. Çünki artıq planın var, keçmişdə etdiyin bir seçim fayda verəcək. Pulunu düzgün bölüşdürməyi bacarırsan. Kiçik yığımlar böyüməyə başlayır. Maddi güvən hissi artır. Riskli təkliflər səni cəlb etməyəcək. Sən daha sağlam yolu seçirsən. Bu seçim səni qoruyur. Pul enerjisi sakit, amma güclüdür. Səbrin bəhrə verir. İkinci mərhələdə qazancdan zövq almağa başlayırsan. Pulunu haraya xərclədiyini daha yaxşı bilirsən. Lazımsız xərclər azalır. Maddi rahatlıq ruh halına da təsir edir. Yeni gəlir qapısı açılır. Bu qapı uzun müddətli ola bilər. Ətrafındakı insanlar səndən məsləhət istəyir. Pul mövzusunda sözün keçərli olur. Borc vermək məsələsində ehtiyatlı davranırsan. Çünki balansı qorumaq istəyirsən. Gözlənilməz qazanc səni sevindirə bilər. Amma onu dərhal xərcləməyəcəksən. Düzgün zaman gözləyirsən. Pul enerjin möhkəmdir. Bu dövr rahatlıq gətirir. Əkizlər. Bu tarixdən sonra pul mövzusu sürətlənir. Eyni anda bir neçə imkan ortaya çıxır. Hansını seçəcəyin səni düşündürür. Qısa müddətli qazanc ehtimalı yüksəkdir. Amma sabitlik üçün plan lazımdır. Pul tez gəlib tez çıxa bilər. Bu vəziyyət səni narahat edə bilər. Ünsiyyət bacarığın qazanc gətirir. Danışıqlar və razılaşmalar ön plana çıxır. Dost çevrəsi maddi mövzuda rol oynayır. Amma hər deyilənə inanmaq olmaz. Düşünərək seçim etməlisən. Risk var, amma qazanc da var, tarazlıq qurmaq vacibdir.
Pul enerjisi aktivdir. İkinci mərhələdə pul axını nizamlanır. Gəlir və xərclər daha aydın görünür. Özünə maliyyə qaydaları qoyursan. Bu qaydalar səni qoruyur. Gözlənilməz bir fürsət yenidən qayıda bilər. Bu dəfə daha hazırlıqlı olacaqsan. Maddi qərarlarda tələsmirsən. Kiçik qazanc belə dəyərlidir. Çünki istiqaməti göstərir. Pul mövzusunda daha çevik olursan. Yeni ideyalar gəlir gətirə bilər. Amma icra vacibdir. Fikirdə qalmaq yetərli deyil. Pul enerjin güclənir. Bu dövr öyrədicidir. Xərçəng. Bu tarixdən sonra pul mövzusuna daha həssas yanaşırsan. Maddi təhlükəsizlik ön plana çıxır. Pulunu qorumaq istəyin artır. Ailə ilə bağlı xərclər gündəmə gələ bilər. Bu xərclər planlı olmalıdır. Keçmişdə etdiyin bir maddi səhv yadına düşür. Bu dəfə eyni yolu getmirsən. Qazanc yavaş-yavaş artır. Amma səbir tələb edir. Emosiyalar qərarlarına təsir edə bilər. Bunun fərqində olmalısan. Duyğu ilə deyil, məntiqlə hərəkət et. Kiçik gəlirlər birləşir. Maddi rahatlıq hissi yaranır. Pul enerjisi qoruyucu şəkildə açılır. İkinci mərhələdə qazanc daha sabit olur. Pulunu haraya xərclədiyini dəqiq bilirsən. Lazımsız risklərdən uzaq durursan. Maddi planlama səni rahatladır. Gözlənilməz bir dəstək ala bilərsən. Bu dəstək sənə güvən verir. Pul mövzusunda tək qalmırsan. Borc məsələlərində daha ehtiyatlı olursan. Çünki balans sənin üçün önəmlidir. Kiçik qazanc belə dəyərli görünür. Pul enerjisi sakit axır. Amma dayanmır. Bu axın sənə rahatlıq gətirir. Qərarların daha dəqiq olur. Maddi baxımdan güclənirsən. Şir. Bu tarixdən sonra pul mövzusu diqqət mərkəzinə keçir. Qazanc əldə etmək istəyi artır. Özünü göstərmək üçün fürsət yaranır. Maddi uğur sənin üçün prestijlidir. Gözlənilməz təklif ala bilərsən. Bu təklif səni həyəcanlandıracaq. Amma dərhal qərar vermək olmaz. Böyük xərclər gündəmə gələ bilər. Büdcəni düzgün idarə etmək vacibdir. Risk almaq istəyi yüksəlir. Amma ölçünü bilməlisən. Pulunu nümayiş etdirmək istəyi arta bilər. Bu isə əlavə xərclər yarada bilər. Düşünərək addım atmalısan. Pul enerjin güclənir. İkinci mərhələdə qazancdan zövq almağa başlayırsan. Maddi uğur özgüvənini artırır. Amma bu səni arxayın etməməlidir. Pulunu qorumaq da vacibdir. Yeni gəlir mənbəyi görünə bilər. Bu mənbə səni uzun müddət dəstəkləyə bilər. Maddi qərarlarda liderlik edirsən. Ətrafdakılar sənə baxır. Borc vermək mövzusunda diqqətli ol. Çünki sui-istifadə ola bilər. Pul enerjisi parlaqdır. Amma məsuliyyət tələb edir. Doğru addımlar səni yüksəldir. Maddi güc artır. Bu dövr sənin dövründür. Qız. Bu tarixdən sonra pul mövzusuna daha ciddi yanaşırsan. Hesablamalar və planlar ön plana çıxır. Hər xərci ölçüb biçirsən. Bu yanaşma sənə qazanc gətirir. Gözlənilməz xərclər səni sarsıtmır. Çünki hazırlıqlısan. Əlavə iş və ya gəlir fikri yarana bilər. Bu fikir realdır. Risk almadan da qazanc mümkündür. Kiçik detalları görmək üstünlüyündür. Maddi səhvlərdən dərs çıxarırsan. Pulunu daha ağıllı idarə edirsən. Səbirli davranış nəticə verir. Pul enerjisi yavaş, amma stabil açılır. Güvən hissi artır. İkinci mərhələdə qazancın istiqaməti aydınlaşır. Pulun hara getdiyini bilirsən. Lazımsız xərclər azalır. Maddi rahatlıq hiss olunur. Gözlənilməz bir təklif ala bilərsən. Amma hər şərti yoxlayacaqsan. Tələsmədən qərar vermək sənə uyğundur. Bu da səni qoruyur. Kiçik qazanc böyük planın hissəsidir.
Pul mövzusunda daha sakit olursan. Çünki nə etdiyini bilirsən. Maddi güvən artır. Pul enerjisi sənə xidmət edir. Bu dövr məhsuldardır. Əməklərinin qarşılığını alırsan. Tərəzi. Bu tarixdən sonra pul mövzularında tarazlıq axtarışın güclənir. Qazanc və xərclər arasında balans qurmaq istəyəcəksən. Gözlənilməz maliyyə qərarı vermək məcburiyyətində qala bilərsən. Bu qərar səni biraz tərəddüdə sala bilər. Amma düzgün analiz etsən qazanc əldə edəcəksən. Ətrafındakı insanların fikirləri sənə təsir edə bilər. Hər deyilənə inanmaq düzgün olmaz. Pul mövzusunda öz hisslərinə də qulaq asmalısan. Birgə iş və ya ortaq qazanc imkanı görünə bilər. Bu imkan sənə maraqlı gələcək. Amma müqavilə və şərtlər diqqətlə oxunmalıdır. Tələskənlik maddi itki yarada bilər. Səbrli və ölçülü davranış fayda gətirir. Pul enerjisi balanslı şəkildə açılır. Bu dövr səni maliyyə baxımından öyrədir. İkinci mərhələdə maddi rahatlıq hissi yaranmağa başlayır. Gəlirini daha düzgün idarə etdiyini hiss edirsən. Lazımsız xərclər azalır. Pulunu gözə soxmaq istəyi azalır. Daha sakit və ağıllı yanaşırsan. Gözlənilməz bir geri ödəniş ola bilər. Bu səni sevindirəcək. Maliyyə planların daha real olur. Pul mövzusunda özünə güvənin artır. Kiçik qazanc belə sənə motivasiya verir. Maddi qərarlarda daha qətiyyətli olursan. Kənar təsirlər azalmağa başlayır. Pul enerjisi sabit axır. Bu axın səni yormur. Maddi baxımdan güclənirsən. Əqrəb. Bu tarixdən sonra pul mövzularında gizli fürsətlər ortaya çıxır. Hər kəsin görmədiyini sən görə bilərsən. Maddi mövzularda intuisiya güclənir. Riskli görünən bir addım əslində qazanc gətirə bilər. Amma hər sirr açılmamalıdır. Planlarını hər kəslə paylaşma. Pul mövzusunda nəzarət sənin üçün vacibdir. Gözlənilməz gəlir mənbəyi açıla bilər. Bu mənbə səni təəccübləndirəcək. Keçmişdə itirdiyini düşündüyün bir pul geri qayıda bilər. Maddi güc hissi artmağa başlayır. Amma ehtiyatı əldən verməməlisən. Tələskənlik düşmənin ola bilər. Səbr və səssizlik qazanc gətirir. Pul enerjin güclü şəkildə açılır. İkinci mərhələdə qazancı qorumaq ön plana çıxır. Pul sənin üçün artıq güc vasitəsinə çevrilir. Xərclərini daha gizli və planlı edirsən. Borc məsələlərində sərt mövqe tutursan. Çünki balansı pozmaq istəmirsən. Gözlənilməz bir maddi testlə qarşılaşa bilərsən. Bu test səni daha da möhkəmləndirəcək. Maddi qərarlarda tək qalmaq istəyirsən. Çünki özünə güvənirsən. Kiçik risklər böyük qazanc verə bilər. Amma hər riski ölçürsən. Pul enerjisi dərin və təsirlidir. Bu dövr səni gücləndirir. Maddi baxımdan nə istədiyini bilirsən. İdarə edən tərəf sən olursan. Ox atan. Bu tarixdən sonra pul mövzularında genişlənmə hissi yaranır. Daha böyük düşünmək istəyəcəksən. Qazanc imkanları uzaqdan gələ bilər. Xaric, internet və ya yeni sahələr diqqətini çəkir. Risk almaq istəyi artır. Amma həddindən artıq optimizm səni aldada bilər. Pul tez gəlib tez çıxa bilər. Bu vəziyyət səni düşündürəcək. Plan qurmaq vacib olacaq. Gözlənilməz bir təklif səyahət və qazancı birləşdirə bilər. Bu fürsət cazibədar görünəcək. Amma detalları gözdən qaçırma. Maddi azadlıq arzusu güclənir. Doğru istiqamət seçsən qazanc artar. Pul enerjisi hərəkətlidir. İkinci mərhələdə qazancı yönləndirmə ehtiyacı yaranır. Pulunu məqsədsiz xərcləmək istəmirsən. Daha şuurlu seçimlər edirsən. Maddi baxımdan özünü böyütmək istəyirsən. Kiçik qazanc belə sənə yol göstərə bilər. Gözlənilməz bir maddi dərs ala bilərsən. Bu dərs səni daha diqqətli edəcək. Pul mövzusunda sərhədlər qoyursan. Çünki azadlığını qorumaq istəyirsən.
Yeni planlar formalaşır. Bu planlar uzun müddətlidir. Pul enerjisi səni dəstəkləyir. Amma məsuliyyət də tələb edir. Doğru addımlar səni yüksəldir. Maddi baxımdan böyüyürsən. Oğlaq. Bu tarixdən sonra pul mövzularında ciddi dönüş başlayır. Əməklərinin qarşılığını almaq vaxtı çatır. Səbrlə qurduğun planlar işə düşür. Maddi güc yavaş-yavaş artır. Riskdən çox sabitliyi seçirsən. Bu yanaşma sənə qazanc gətirir. Gözlənilməz məsuliyyətlər maddi yük yarada bilər. Amma sən bunun öhdəsindən gəlirsən. Pul mövzusunda hörmət qazanırsan. Ətrafındakılar sənə güvənir. Uzun müddətli işlərdən gəlir artır. Qısa yol axtarmırsan. Çünki əsas hədəfin sabitlikdir. Pul enerjisi möhkəm şəkildə açılır. Bu dövr səni gücləndirir. İkinci mərhələdə maddi rahatlıq hiss olunur. Pulunu idarə etməkdə daha sərbəstsən. Gəlir və xərclər aydınlaşır. Lazımsız risklərdən uzaq durursan. Maddi məqsədlərin realdır. Gözlənilməz bir yüksəliş ola bilər. Bu yüksəliş sənə əlavə motivasiya verəcək. Pul mövzusunda nüfuzun artır. Borc və məsuliyyət mövzularında sözün keçir. Qazanc səni arxayın etmir. Çünki daim nəzarətdəsən. Pul enerjisi sabit axır. Bu axın səni yormur. Maddi baxımdan güvənli hiss edirsən. Əməklərinin qarşılığını alırsan. Dolça. Bu tarixdən sonra pul mövzularında fərqli imkanlar ortaya çıxır. Klassik yollardan uzaqlaşmaq istəyirsən. Qazanc texnologiya və yeniliklə bağlı ola bilər. Gözlənilməz ideya gəlir mənbəyinə çevrilə bilər. Amma hər ideya dərhal qazanc gətirməz. Səbr və icra vacibdir. Pul mövzusunda azadlıq önəmlidir. Heç kimə bağlı olmaq istəmirsən. Qısa müddətli gəlir səni sevindirə bilər. Amma əsas məqsəd davamlılıqdır. Maddi qərarlarda kəskin dəyişiklik edə bilərsən. Bu dəyişiklik risklidir. Amma potensial daşıyır. Pul enerjisi qeyri-adi şəkildə açılır. Bu dövr yenilik gətirir. İkinci mərhələdə qazancı sistemə salmaq ehtiyacı yaranır. Pulunu nəzarətsiz buraxmaq istəmirsən. Maddi planlama ön plana çıxır. Gözlənilməz itki sənə dərs verə bilər. Bu dərs səni daha ağıllı edəcək. Pul mövzusunda sərhədlər qoyursan. Çünki azadlığını qorumaq istəyirsən. Kiçik qazanc belə dəyərlidir. Çünki istiqamət göstərir. Maddi qərarlarda daha çevik olursan. Pul enerjisi səni dəstəkləyir. Amma məsuliyyət tələb edir. Doğru istifadə etsən qazanc artar. Bu dövr öyrədicidir. Maddi baxımdan formalaşırsan. Balıqlar. Bu tarixdən sonra pul mövzularında həssaslıq artır. Maddi qərarlar emosiyalarla qarışa bilər. Amma intuisiya sənə doğru yolu göstərəcək. Gözlənilməz gəlir mənbəyi açıla bilər. Bu mənbə səni təəccübləndirəcək. Pulun necə gəldiyini tam anlamaya bilərsən. Amma axın başlayır. Maddi mövzularda başqalarına kömək istəyi arta bilər. Bu səni zəiflətməməlidir. Sərhədlər qoymaq vacibdir. Kiçik qazanc belə dəyərlidir. Çünki ruhunu rahatladır. Maddi güvən hissi yaranır. Pul enerjisi axıcı şəkildə açılır. Bu dövr səni qoruyur. İkinci mərhələdə qazancı qorumaq ön plana çıxır. Pulunu düzgün yönləndirmək istəyirsən. Lazımsız xərclər azalır. Maddi mövzuda daha real olursan. Gözlənilməz bir dəstək ala bilərsən. Bu dəstək səni gücləndirəcək. Pul mövzusunda tək qalmırsan. Amma qərar yenə səndir. Maddi planlar daha aydın olur. Pul enerjisi səni yormur. Əksinə rahatlıq gətirir. Qazanc səni dəyişmir. Çünki dəyərlərin önəmlidir. Maddi baxımdan balans tapırsan. Bu dövr sakit qazanc dövrüdür. Rəy bölməsində hər bürcə özəl bir bərəkət ipucu qoymuşam.
Öz bürcünüzü tapıb oranı mütləq oxuyun və rəylərdə bir ürək qoyub, qəbul edirəm yazın. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənədək.